Salam, adım Güləm. Bugün sizə dinləmə qabiliyyətinizin, yəni listening-i sürətlə inkişaf etdirməyin 4 ən effektiv üsulunu verəcəm. Bu metodlarla siz filmləri, mahnıları və gündəlik danışıqları daha tez başa düşəcəksiniz. Hazırsınız? Başladıq. Birinci ən effektiv metodumuz slow listening adlanır, yəni yavaş qulaq asma. Yavaş qulaq asma sakit səslə qulaq asmaq demək deyil. Yavaş qulaq asma, yəni siz bir videoya və ya podkasta baxanda settinglər var. O settingdə biz 1x-dən qulaq asırıq normalda. Siz onu aşağı salırsınız. Salırsınız 0.75x. OK. O zaman insanlar, videodakı insanlar daha yavaş başlayır danışmağa və siz onda tələffüzləri, sözlərin tələffüzlərini daha aydın başa düşməyə başlayırsınız. Bu metod əsasən yeni başlayanlar üçün çox effektivdir. Çünki bununla çox uzun müddət davam etmək düzgün olmaz. Nə də olsa biz öz gündəlik həyatımızda 0.75 sürətlə danışmırıq. İkinci effektiv metodumuz active listening adlanır, yəni fəal dinləmə. Fəal dinləmə nə deməkdir? Siz sadəcə videoya baxmırsınız və ya podkast dinləmirsiniz. Siz dinləyərək bir qeydlər aparırsınız. Məsələn, yeni bir sözü yazırsınız və ya söz ifadəsini yazırsınız. Bu kimi qeydlər götürəndən sonra siz eyni videoya bir daha baxırsınız. O zaman siz artıq özünüzü test edirsiniz. Bir söz bazanız var, yəni bir not dəftərinizdə və ya deyək ki, digital formatda qeydlər aparırsınızsa, bir söz bazanız orada olacaq və artıq siz videonu ikinci dəfə dinləyəndə siz daha yaxşı başa düşəcəksiniz. Biz bir videonu bu metodla iki dəfə bir videoya baxırıq deyə və ya bir podkastı iki dəfə dinləyirik deyə mən sizə məsləhət görərdim ki, qısa bir video götürün və ya qısa bir podkast götürün. Məsələn 5 dəqiqəlik ki, bu sizi yormasın. Çünki eyni bir videonu, deyək ki, 30 dəqiqəlik bir video götürsəz, birində onu 30 dəqiqə baxsaq, bu artıq 60 dəqiqə eləyir. Burada fokusunuz da düşəcək, başa düşmə qabiliyyətiniz də düşəcək məntiqli olaraq. Ona görə qısa, 5 dəqiqə əladır bir video üçün. Toplam olaraq 10 dəqiqəlik bir video baxmış olacaqsınız. Üçüncü metodumuz shadowing technique adlanır. Bu da çox effektiv bir metoddur. Bunun tərcüməsi təkrarlama deməkdir, təkrarlama metodu. Mən buna parrot texnik deyirəm öz tələbələrimə. Bu texniklər nədən ibarətdir? Siz bir videonu izləyərkən və bir podkastı dinləyərkən bəyəndiyiniz söz və ya sizə yeni gələn bir söz ifadəsini götürürsünüz, qeyd alırsınız, dayandırırsınız həmin anda həmin videonu və ya podkastı və onu təkrarlayırsınız. Deyək ki, biz bir filmə baxırıq və ya podkast dinləyirik və bir cümlə eşitdik. How are you doing today? Dayandırırıq və təkrar edirik. Danışanın ardınca. How are you doing today? Beləliklə siz həm danışığınızı inkişaf elətdirirsiniz, çünki tələffüzünüzü çalışırsınız ki, tələffüzünüz bu danışanla eyni səviyyədə olsun. Bu o deməkdir ki, siz çox güman bir cümləni və ya bir söz ifadəsini bir neçə dəfə təkrarlayacaqsınız. Burada söz bazanız artır, tələffüzünüz artır. Həmin ki, dinləməni inkişaf elətdirirsiniz. Nescafe oldu lap 3-1-ində. Dördüncü və ən son metodumuzun adı mix of accents. Yəni, müxtəlif aksentlərə qulaq asmaq. Düşünürəm ki, ingilis dilini öyrənən hər kəs bilir ki, ingilis dilində bir və ya iki kursların bizə satdığı English, American accent yoxdur. Burada əslində mən heç saymamışam nə qədər aksentlər, heç bu barədə maraqlanmamışam da sözünüzü də bilmirəm, amma çox aksentlər var. Adi Böyük Britaniyada götürsək, Scottish, Irish, sonra Amerikanın özündə ştatdan ştata danışığın fərqi var. Yəni, başım buraxın. Çünki ingilis dilindən artıq bir səviyyə gəlib çatandan sonra bu daha çox intermediate və yuxarı səviyyələrini narahat edir və onlar başlayırlar öz dilləri üzərində daha çox inkişaf etməyə. Və bir gün onların qabağına bir Scottish accent çıxanda, deyək ki, bu adam ömür boyu American accentlə oxuyub və inkişaf elətdirib özünü. O özə sual verir ki, mən ingilis dilində danışa bilmirəm. Bu biraz demotivasiya yaradır. Amma siz anlamalısınız ki, bu normaldır və bu əslində bütün
dillərdə var. Mən şəxsən özüm Şəkiyə gedəndə, yəni Şəkiyə nə qədər tez-tez gedirik ki, Bakıda yaşayan biri olaraq ildə bir dəfə, 2 ildə bir. Mənim üçün ilk gün həmişə çətin olur. Mən başa düşmürəm o adamlar nə demək istəyir, nə deyir. O söz, bəzi sözlər var ki, istifadə edirlər. Mən 2 dəfə soruşa bilərəm ki, yəni dəqiqləşdirim ki, mən sizi anlayıram ya yox. Bu normaldır. Çünki bizim beynimiz və biz özümüz limitli bir mühitdə yaşayırıq və biz bu limitli mühitə uyğunlaşmışıq. Beynimiz də limitli bu aksenti başa düşür. Ona görə də siz yeni bir şey eşidəndə bu sizin üçün wow gələ bilər və demotivasiya ola bilərsiniz, amma olmayın. Biz bütün aksentləri bilməli də deyilik əslində. Bilmək kimi bir məcburiyyətimiz yoxdur. Amma yadınızdan çıxartmayın ki, səviyyəniz artandan sonra, yəni mən bunu heç vaxt yeni başlayanlara məsləhət görmürəm. Çünki yeni başlayanlar zaten çox məlumat alır. Bunun söz bazasıdır, qrammatikasıdır, listening tərəfdir, tələffüz, o bu. Plus hələ desən ki, burada bu qədər aksent var, hələ aksentdə fokuslan. Yeni başlayan buraxıb deyəcək ki, mənə lazım deyil. Ona görə siz artıq əgər intermediate və daha yüksək səviyyələrə sahibsinizsə və daha belə deyək ki, maraq qatmaq istəyirsinizsə öz ingilis dili ilə bağlı olan münasibətinizə bir xəbəri müxtəlif kanallarda izləyə bilərsiniz. Məsələn, deyək ki, nə qədər kanal tanıyırıq. CNN, BBC, Australian News, TED Talks. Eyni xəbəri müxtəlif iki kanalda izləyin. Siz aksentlərin fərqini görəcəksiniz və bununla da əlbəttə ki, listeninginiz inkişaf edəcək. Və bonus məsləhət. Məsləhət 5. Siz filmlərə baxanda mütləq şəkildə altyazı ilə baxın. Altyazı mütləq ingilis dilində olsun. Və filmin ortasına kimi altyazı ilə baxsaz, növbəti yarısında altyazını söndürsəz, bu sizin üçün çox faydalı olar. Çünki azdan çoxdan bir filmdə bir mövzudan, bir neçə mövzudan söhbət gedir. Aksentlər aşağı-yuxarı eynidir. Siz özünüzü challenge, ingilislər demiş, edə bilərsiniz. Və musiqiləri karaoke style dinləyin. Yəni musiqinin sözləri, mahnının daha doğrusu sözləri sizdə olsun. Dinləyərək də çalışın zümzümə edin. Mahnını oxuyursunuz və dinləyirsiniz. Bu çox əyləncəli bir metoddur, amma yenə də sizin listeninginizə çox kömək olacaq. Bu qədər. Siz bu 4 metodu götürüb cəmi 15 dəqiqə vaxt sərf etsəz gündəlik olaraq mütləq şəkildə öz listeninginizi çox sürətlə inkişaf etdirmiş olacaqsınız. Və siz ingilis dilində ən çox nəyi çətin bilirsiniz? Ən çox nədə çətinlik çəkirsiniz? Mütləq şəkildə mənimlə şərhlərdə bölüşün. Əlbəttə ki, videonu like edin, istəsəz dostlarınızla paylaşın və kanala abunə olmağı unutmayın. Növbəti videolarda görüşənədək.